Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlman bacı və qardaşlarım, axirətə iman ilə bağlı olan mövzularımızdan Sırat körpüsü. Ayşə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu əleyhi və səlləmdən bu ayə barəsində soruşdum. İbrahim surəsi 48-ci ayəti. Elə bir gündür ki, yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq ayəsi haqqında. O gün insanlar harda olacaqlar ya Resulullah? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, Sırat üzərində. İman və əməllərə görə onlara, möminlərə nur veriləcəkdir. Atəşdən gələn qırmaqlar günahlara görə qapalılardır. Subhanallah. Möminlər, Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, cəhənnəm ilə cənnət arasında olan o körpünün, Sırat körpüsünün üzərindən keçdikləri zaman cəhənnəmdəndir, qırmaqlar çıxacaqdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm onların ərazisində bitən sadam bitkisi haqqında deyir. Deyir ki, kim görüb o sadam bitkisi? Və həmin o bitkinin də çoxdur itidir, bizləri var. Çox iti bir iynə kimi bizləri vardır. Bax, deyir, onun tikanları kimi cəhənnəmdən qırmaqlar çıxacaq ki, insanların günahlarına görə onları qapacaqlar. İnsanların günahlarına görə onları qapacaqlar. Və Allah Subhanahu taala möminlərə nur verəcəkdir. Mömin kişi və qadınlara. Münafiqlər dünyada möminlərlə olduqları kimi, ahirətdə də möminlərlə birlikdə onlara nur veriləcəkdir. Lakin körpüyə çatdıqda onların nuru sönəcəkdir. Utba İbn Yaquz deyir ki, İbn Abbas radiyallahu anh deyir ki, bu ayəti oxuyaraq belə buyurdu. Ey iman gətirənlər, Allaha səmimi qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi altından çaylar axar cənnətlərə daxil etsin. O gün Allah öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri zəlil etməz. Onların iman nuru önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcək. Ey Rəbbimiz, bizim nurumuzu tamam kamal eylə və bizləri bağışla. Həqiqətən sən hər bir şeyə qadirsən. Təhrim surəsi 8-ci ayə. Sırat üzərində müminin nuru yanmağa davam edər. Lakin münafiqin nuru isə sönəcəkdir. Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurdu. Kim mömin haqqında bilmədiyi bir şeyi söyləyərsə, onu pisləmək üçün ona iftira atarsa, Allah dediyindən dönənə qədər cəhənnəm körpüsü üzərindədir, onu həbs edib saxlayardır. Sırat körpüsünü keçdikdən sonra cənnət ilə cəhənnəm arasında bir körpüdə insanlar dayandırılacaqdır. Və bir-birlərinin üzərində olan haqlar, qisaslar ortaya çıxacaqdır. Və hər bir kəsin qisası alındıqdan sonra, haqlar ödənildikdən sonra, tərtəmiz edildikdən sonra cənnətə girmək üçün onlara izin veriləcəkdir. Allah Resulü sallallahu əleyhi və səlləm belə buyurdu. Möminlər cəhənnəmdən qurtulub cənnətlə cəhənnəm arasında körpüdə bir müddət həbs etdirilirlər. Bir yerdə, bu yerdə aralarında dünyada olan keçmiş haqsızlıqlar, qisaslar ortaya çıxar. Beləcə günahlardan təmizlənib, paklandıqdan sonra cənnətə girmələri üçün onlara izin veriləcəkdir. Nəfsim əlində olan Allaha and olsun ki, onlardan hər biri cənnətdəki evini dünyadakı evindən daha yaxşı tanıyır. Ona görə də bu dünyada Allah Subhanahu wa Taala'nın əmrlərini yerinə yetirən, Peyğəmbər sallallahu əleyhi və səlləmin buyurduqlarına itaat edən, Allahın və onun Rəsulunun haqqını layiqincə ödəyən kimsələr, Sırat-ül Mustaqim üzərində doğru düzgün şəkildə yeriyən kimsələr, ümid edilir ki, qiyamət günü o sırat üzərindən də ildırım şəkildə, ildırımın vurduğu şəkildə sürətlə keçib cənnətə daxil olacaqlar. Allah Subhanahu wa Taala dua edirəm ki, Rəbbimiz bizlərin hər birini o doğru düzgün yol üzərində həm bu dünyada yeriməyi, həmçinin axirətdə də o sırat üzərindən keçərək, təmizlənərək cənnətə daxil olmağımızı bizlərə nəsib etsin. Amin ya Rabbil Alemin.